Salam, hər vaxtınız xeyirli olsun. Xoş gördük hər birinizi əziz müəllimlər. Bugün sizə göndərilən testlərin izahlarını verəcəm ki, qaranlıq qalan məqam olmasın. Gəlin ilk öncə birinci sualımıza baxaq. Müəllim uşaqlara payız fəsli və bu fəsildə təbiətdə baş verən dəyişikliklər haqqında məlumat verir. Daha sonra uşaqlar topladıkları qurumuş payız yarpaqlarından istifadə edərək albomda payız gəldi mövzusunda aplikasiya işi hazırlayırlar. Bizdən bu fəaliyyətdə hansı inkişaf sahələri qarşılıqlı inteqrasiya olunmuşdu deyə soruşur. Demək, müəllimlər, tərbiyəçi müəllim payız fəsli haqqında uşaqlara məlumat verirsə, danışırsa, bu ətraf ailə məşğələsidir və bu da 2-1 standartında reallaşır. Daha sonra isə bu fəaliyyətdə uşaqlar artıq yarpaqlardan istifadə edərək aplikasiya hazırlayırlarsa, bu artıq bizim estetik yaradıcı inkişaf sahəsinin 3-1 standartı ilə əlaqələndirilir təsviri fəaliyyət məşğələlərindən. Ona görə də burada doğru cavabımız idraki inkişaf sahəsi ətraf ailə məşğələsi ilə eyni zamanda estetik yaradıcı inkişaf sahəsi əlaqələndirilmişdir təsviri fəaliyyət məşğələsi ilə. Keçirik növbəti sualımıza. Müəllim böyük qrupda uşağın gildən düzəltdiyi maşın fiquruna baxır və ona belə deyir. Aylin, bu gildən maşın düzəldərkən onun təkərlərini çox simmetrik qurdun və bərabər ölçüdə hazırladın. Bu maşının tarazlıqda qalmasına kömək etdi. Müəllimin verdiyi rəy hansı tələbin cavabına verir? Demək, müəllimlər, özünüz də diqqət edirsiniz ki, bu konstruktiv rəydir. Çünki biri var konstruktiv doğru rəy, biri var dekonstruktiv mənfi rəy. Konstruktiv rəydə tərbiyəçi uşağın fəaliyyətinə, məsələn, bunu doğru etdin. Yanlış olsa belə onu hansı ki istiqamətləndirir, bir növ scaffolding edir. Məsələn, tutaq ki, deyirik ki, alma şəklini gözəl rəngləyirsən, amma çalış ki, damanın içində edəsən və yaxud da çalış ki, açıq tonlardan istifadə edəsən. Baxın, konstruktiv rəyimiz belədir. Uşağı, yəni mənfiyə yükləmirik, onu stimullaşdırırıq və eyni zamanda biz uşağın nə edəcəyini yönləndirmiş oluruq. Dekonstruktivdə isə sən bunu bacarmırsan, edə bilmirsən. Bu şəkildə mamə, mütləq şəkildə inkar şəklisi olur və biz bunu rahat şəkildə ayırt edə bilirik. Bir də var ki, emosional rəy bu hisslərlə bağlıdır. Hansı ki, qeyd edirik ki, uşaqlara, məsələn, sənin bugün çəkdiyin nəsil məni heyran etdi, valeh etdi. Yəni, bir növ tərbiyəçinin hissləri ilə bağlıdır emosional rəy. Bir də ego yönümlü rəy, egosunu artıran və yaxud da azaldan ki, sən qrupun ən ağıllısısan və sən və yaxud da qrupun ən mükəmməlisən. Bu şəkildə, yəni egosunu artıran rəy, bunlar yanlış rəydir, əziz müəllimlər. Doğru rəyimiz konstruktiv rəydir. Və burada da bizdən soruşur ki, yəni bu rəy verilən tələblər hansı rəyin eləminə uyğundur? Əlbəttə ki, konstruktiv rəydir ki, uşağın keçdiyi fəaliyyət yolunu, uğurlu addımını göstərən effektiv rəydir bu. Doğru cavab B variantı idi. Keçirik növbəti sualımıza. Uşaq qumuna qala tikərkən qala uçur və o ağlamağa başlayır. Müəllim uşağa yaxınlaşaraq sadəcə eybi yoxdur, ağlama, yenisini tikərsən deyə və uzaqlaşır. Müəllim uşaqla birlikdə qalanın niyə uçduğunu, məsələn, qumun quru olmasını, bünövrənin düzgün qoyulmamasını araşdırmır. Onu düşünməyə sövq etmir. Müəllim hansı təlimin təşkilinə verilən prinsipi pozub? Əziz müəllimlər ki, müşahidə etdim ki, əksəriyyətiniz bu testdə səhvə yol vermisiniz. Qeyd edim ki, müəllimlər, tərbiyəçi müəllim uşaqları düşünməyə sövq etmirsə və bu zaman uşaqlar araşdırmırsa, yəni araşdırmaçılıq, tədqiqatçılıq, bunların hər biri təlimin təşkilinə verilən tələblərdən idrak fəallığıdır ki, bu bizim açar sözümüzdür ki, hər zaman müəllimlərə qeyd edirəm, axtarıcılıq, tədqiqatçılıq, araşdırmaçılıq, uşaqları düşünməyə sövq etmək, qruplaşdırmaq, yəni bir növ uşaqlara işçi vərəqləri verirsən, kognitiv materiallar verirsən, orada uşağı düşünməyə sövq edirsən. Əgər tərbiyəçi müəllim bunu etmirsə, əlbəttə ki, idraki fəallığı pozmuşdur. Ona görə də doğru cavabımız burada A variantı olacaq. Kimlər ki, A variant olaraq qeyd etmişdi, doğru cavabdır. Keçirik növbəti sualımıza. Məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi ətraf aləmlə tanışlıq məşğələsində məqsədi uşaqlara
ev heyvanlarını öyrətmək kimi müəyyən etmişdi. Verilmiş məqsədlə bağlı düzgün mülahizəni seçin. Və bu da hansı ki, müəllimlərin çətinlik çəkdiyi suallardan biri idi. Qeyd etdim ki, müəllimlər, əvvəlcə məqsəd haqqında danışım. Məqsəd indiki zamanda olmalıdır və uşağın fəaliyyəti olmalıdır. Edir, bacarır, məsələn, yaz fəslinin xüsusiyyətlərini sadalayır. Kim? O, yəni uşaq. Burada isə, baxın, nəzər yetirin, uşaqlara ev heyvanlarını öyrətmək kim tərəfindən? Müəllim tərəfindən. Demək ki, bu müəllim fəaliyyətidir. Məqsəd burada yanlışdır. Çünki uşağın təlim nəticəsi deyil. Yəni, məqsəd uşağa yönəlməyib, tərbiyəçinin fəaliyyətinə yönəlib. Ona görə də bax burada bizim düzgün mülahizəmiz C variantı olacaq. Yəni deyirəm, məqsəd indiki zamanda olmalı idi. Müəllim fəaliyyəti olmaz. Burada isə baxın, uşaqlara ev heyvanlarını öyrətmək kim tərəfindən müəllim tərəfindən öyrədilir. Ona görə də burada müəllim fəaliyyətidir və doğru cavabımız C variantıdır. Tərbiyəçi müəllim günün sonunda uşağın götürməyə gələn valideynə digər valideynlərin də yanında ucadan müraciət edərək deyir: Ayan bugün məşğələdə yoldaşlarına mane oldu. Oyuncaqlarını sındırdı. Heç bir tapşırığı yerinə yetirmədi. Xahiş edirəm, evdə onunla ciddi danışasınız. Bu situasiyada tərbiyəçi valideynlərlə işin təşkili qaydaları və pedaqoji etikanı necə pozmuşdu? Əlbəttə ki, burada müəllim konfidensiallıq prinsipini pozmuşdu, gizliliyi pozmuşdu və belə bir hallarda müəllim mütləq şəkildə valideyni təkbətək yanaşaraq öz uşaq haqqında hansı ki valideynə məlumat verməsi daha doğru olardı. Amma hamının yanında deməsi bu gizliliyin pozulmasıdır. Bəli, valideyn və müəllim münasibətlərinin pozulmasına gətirib çıxardır. Ona görə də burada doğru cavabımız müəllim konfidensiallıq prinsipini pozub, uşağın mənfi cəhətlərini hamının yanında demək olmazdı. B variantı. Keçirik növbəti sualımıza. Tərbiyəçi müəllim riyazi təfəkkürün inkişafı məşğələsində uşaqlara həndəsi fiqurları öyrətdikdən sonra onlardan bu fiqurlardan istifadə edərək nağıl qəhrəmanını düzəltməyi və həmin qəhrəmanın xeyirxah xüsusiyyətləri haqqında danışmağı tapşırır. Və burada hansı didaktik prinsip reallaşdırılmışdır? Əlbəttə ki, inteqrativlik prinsipi. Çünki riyaziyyat məşğələsini tərbiyəçi müəllim burada bədii təfəkkür məşğələsi ilə əlaqələndirilmişdir. Və burada didaktik prinsiplərimizin tələbindən inteqrativlik prinsipinə əməl olunmuşdur. Növbəti sualımız: uşaqlarda tənqidi təfəkkürü, kritik düşüncəni inkişaf etdirmək üçün tərbiyəçi hansı davranışı yanlışdır? Əziz müəllimlər, testləri işləyərkən mütləq sizdən sonda tələb olunan doğrudur, yanlışdır məsələlərinə diqqət edirik. Burada da bizdən yanlış olanı soruşur. Uşaqlara niyə, necə kimi açıq tipli suallar vermək əlbəttə ki, bu uşaqlarda düşüncəsini, tənqidi təfəkkürünü inkişaf etdirmiş olacaqdır. Bizdən yanlış olanı soruşur. Problemi yaradan vəziyyətlərdə uşaqlarda öz həll yollarını tapmasına şərait yaratmaq və əlbəttə ki, bu da uşaqların düşünməsinə sövq edəcəkdir. Hər bir tapşırığın bir doğru cavabı var olduğunu uşaqları daim təkrar etmək, diktə etmək, əlbəttə ki, bu yanlışdır. Çünki onların düşünməyə imkan vermirsən və onun, məsələn, uşağın analiz etmək, təfəkkürünün inkişafı, mütləq şəkildə, məsələn, biz bunlara imkan yaratmalıyıq ki, uşağın təfəkkürü inkişaf etsin və bunu da açıq tipli suallarla, uşaqlara hansı bir problemli vəziyyət yaratmaqla onları düşünməyə sövq etmək daha məqsədə uyğundur. Növbəti sualımız, müəllimlər. Tərbiyəçi müəllim meyvə və tərəvəzlər mövzusunu keçərkən əvvəlcə uşaqlara söhbət aparır. O uşaqlara hansı meyvələri tanıyırsınız? Artıq mən keçmişə istinad edirəm. Əziz müəllimlər, qeyd edim ki, iş üsullarımızda hər birinin özünün açar sözləri və özəllikləri var. Məsələn, mən hər zaman müəllimlərə qeyd edirəm, əgər bu köhnə biliyin yada salınmasıdırsa, xatırlamazsa, bu hansı ki, keçmişə istinad edirsən də, deyirəm ki, qeyd edirəm ki, hansı meyvələri tanıyırsınız? Tərəvəzlər harda yetişir? Meyvə ilə tərəvəzlərin fərqi nədir kimi suallar verir. Onların cavablarını dinləyir. Daha sonra isə lövhədə meyvələr və tərəvəzlər başlıqları yazılmış 2 bölmə hazırlayır. Demək müəllimlər, bu hansı ki şaxələndirmə
klasterdir ki, şaxələndirmə klaster ümumi anlayışdan xüsusi prinsiplər çıxır. Köhnə biliyin yada salınması. Hətta biz buna deduktiv iş üsulu da deyirik. Yəni niyə? Çünki ümumi anlayışdan xüsusi prinsiplər çıxır. Əvvəlki biliyin yada salırsan. Yəni bir növ keçdiklərini. Ona görə də uşaqlar artıq bu haqqda məlumat verdikdən sonra aparırlar. Hansı ki, məsələn, meyvələr mövzusunu keçiriksə, məsələn, alma, armud, heyvanlar aparıb, məsələn, orada şəklin yanına qoyurlar. Bu da şaxələndikcə şaxələnir və düşünməyin ki, hər dəfə sizə deyəcək ki, müəllimi orada dairə çəkir və orada xətlər olur. Uşaq aparıb hər xəttin üzərinə bir şəkil yapışdırır. Xeyr, burada əsas ipucumuz, əsas açar sözümüz uşaqlar hansı meyvələri tanıyırsınız? Artıq keçmişə istinad etdim. Tərəvəzlər harda yetişir? Uşaq bunu bilməsə, mən bunu uşaqdan tələb edə bilmərəm. Demək ki, bu köhnə biliyin yada salınmasıdır. Doğru cavab isə şaxələndirmə klasterdir. Belə əziz müəllimlər, testlərimizin izahları inşallah sizin üçün aydın olmuşdur. Qaranlıq qalan məqamlar olsa, buyurun şəxsdə yazıb yenə də suallarınızı verə bilərsiniz.